Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür qəbsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda ilerli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Salam, xoş gördük sizləri. Xoş gördük sizləri, hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları, bizi uzaqdan, yaxından izləyən bütün Azərbaycanlılar, bütün dünyadakı Azərbaycanlılar ki, ürəyi Azərbaycanla döyünür, Azərbaycanla fəxr edir. Və salam bizim 10 intellektual gəncimiz, 10 oyunumuzun qalibləri buradadılar. Hamısı bunlar superfinalçılar, superfinalda qalib gəlmiş oyunculardır. Bu gözəl veriliş üçün, gözəl layihə üçün Gənclər və İdman Nazirliyinə ilk öncə bu verilişin təşəbbüsçüsü və dəstəkçisi olan Gənclər İdman Nazirliyinə çox sağ olun deyirik, minnətdarlığımızı bildiririk. Azərbaycan televiziyasına çox sağ olun deyirik. Azərbaycan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyəti, sadəcə AzTV minnətdarlığımızı bildiririk və sizə uğurlar arzuluyuruq ki, siz yenidən Ulu Öndərin mən fəxr edirəm ki, Azərbaycanlıyam kəlməsinin işığına toplaşmışsınız və siz də hər yerdə fəxr edən mən Azərbaycanlıyam deyə bilərsiniz. Və sizə yəni şərtləri çox uzun-uzadı izah eləmək lazım deyil. Bilirsiniz ki, 3 mərhələdir. Toplayacağınız xalların müqabilində internet kartları qazanacaqsınız. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim elədiyi internet kartları və təbii bu gözəl Kür kompütürü. Kür kompütüründə bizə Azərbaycanda elektron avadanlıqları istehsal edən Kür şirkəti təqdim eləyib. Sizə uğurlar arzuluyuram və sizləri tamaşaçılarımız artıq tanıyırlar keçən verilişlərdən və bir də yaddaşları təzəliyirik, sizləri təqdim eləyirik. Beləliklə bizim super oyunların 10 qalibi Turqay Babayev, Səbuhi Əsədov, Orxan Baxşıyev, Tofiq Dadaşov,
Canəli Əhmədzadə, Tural Namazov, Saday Əliverdiyev və zərif bir xanım, Flora Murğuzzadə, Nizami Yusifli və Samir Mahmudov. Uğurlar arzulayırım hər birinizə və həmən dərhal ilk seçim mərhələsinə başlayırıq. Respublikamızda illik temperatur amplitudunun ən yüksək olduğu ərazi haradır? Vaxt getdi. Orxan Baxşıyev. Mikrofonu dərhal ötürün. Azərbaycanda ən böyük temperatur amplitudu Naxçıvan ərazisində Culfa rayonunda qeydə alınmışdır. Mənfi 77 dərəcəyə qədər qeydə alınmışdır. Müsbət 44, mənfi 33. Və təbii zalın alqışları. Və biz Orxanı dəvət edirik. Orxan buyur. Orxan, salamlayırıq səni. Super oyuncuların ilk seçim turunun qalibi kimi və oyunumuzun ilk iştirakçısı kimi. Bugün Orxanla yolumuz Culfadandır. Baxaq. Orxan, şərtlər aydındır, bir daha xatırladıram. 5 mövzu, 9 sual, 2 kömək və super final. Buyur mövzu seçimi. Ümumi mövzu. Ümumi mövzu. Ümumi mövzu ilə biz Orxanla oyunumuza başlayırıq. Hansı çayın adı dənli bitkilərin birinin adı ilə üst-üstə düşür? Vaxt. Getməyinə ehtiyac yoxdur, arpa çayı. Arpa çayı, alqışlar. Növbəti sualımız. Hansı simli musiqi alətinin adı Azərbaycan dilində həm də feil kimi işlənir? Vaxt getdi. Vaxtı dayandırır. Vaxt dayandı, buyur. Ud. Ud. Alqışlar. Bu şəxs Azərbaycan tarixində ilk hərbi lüğətin müəllifi olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurucusu və ilk hərbi jurnalımız Hərbi Bilik dərgisinin yaradıcısı olan bu şəxs kim olmuşdur? Vaxt getdi. Çox böyük simadır hərb tarixində və böyük şəxsiyyətdir. Qızıl Aypara Cəmiyyətinin qurucusu. Köməyim var. Köməkdən götürmək istəyirəm. Köməkdən istifadə edirik. Zaldan, Elçi bəydən. Buyur. Mənim fikrimcə bu Əlağa Şıxlinskidir. Elçi bəyin fikrincə bu Əlağa Şıxlinskidir. Şıxlinskinin lüğəti var. Şıxlinski üç bucağı kitabı da var elə bir. Aha. Olsun Şıxlinski olsun. Əliağa Olsun. Şıxlinski. Olsun nədir? Şıxlinski ki Əliağa var. Şıxlinski. Əlağa Şıxlinski. Rus artilleriyasının Allahı deyirdilər buna Ruslar özü. Belə. Ümumi mövzunu yekunlaşdırdıq, mövzunu dəyişməliyik. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusunda Orxanla oyunumuzu davam etdiririk. Orxan üçün elə bilirəm bu çətin olmaz. 1941-ci ildə çəkilmiş senari müəllifi Mikail Rəfili çox böyük akademik və alimimiz olub. Quruluşçu rejissoru Rıza Təhmasib olan Səbuhi bədii filmi bu böyük Azərbaycan maarifçisi, dramaturqu və filosofuna həsr olunmuşdur. Vaxt
Ehtiyac yoxdur Getməsin. getməyinə. Bəli, Mirzə tamam. Fətəli Axundov. Mirzə Fətəli Axundov əsr olmuş Səbuhi filmi. Bəli, və aktyor İsmail Dağıstanlı oynayıb həmin rolu. Hansı televiziya tamaşasının qəhrəmanları əjdaha elinin gəlməsini birgə qeyd etmişlər? Vaxt getdi. Azərbaycan televiziyasının ən gözəl tamaşalarından biridir. Çox böyük aktyorlarımız oynayıb və tamaşanın rejissoru Ramiz Həsənoğlu. Bax belə. Kömək götürmək istəyirəm. Kömək götürürük. Kim kömək eləyir? Bütün zal kömək eləmək istəyir. Seçim Xanım eləsin. xanım, zəhmət olmasa gəlin qabağa. Aysel Əskərova. Mənim fikrimcə yaşlı eynəkli adam. Aysel Əskərova. Aysel xanımın fikrincə bu yaşıl eynəkli Qəbul adamdır. edirəm, yaşlı eynəkli adam. Qəbul edirik. Yaşıl Sağ ol. eynəkli adam. Bəli, tamamilə doğru. Üçüncü sualımız. Rus şairi Sergey Yesenin hansı Azərbaycan xanəndəsini şərq musiqisinin peyğəmbəri adlandırıb? Vaxt getdi. Bu tarixçəni bilirsiniz də, Yesenin çox istəyib İrana getsin. Tələb edirmiş ki, Sovet hökuməti bunu İrana göndərsin. Onu gətirib Mərdəkanda, bağda yerləşdiriblər və Mərdəkanda buna həmin o İran atmosferini düzəldiblər və bizim çox dəyərli sənətkarımız orada onun üçün oxuyub. Cabbar Qaryağdıoğlu. Cabbar Qaryağdıoğlu. Bu sualdır yoxsa? Nəsdir? Tamamilə doğrudur. Cabbar Qaryağdıoğlu. Belə, Orxan, biz mədəniyyət və incəsənət mövzusunu yekunlaşdırdıq. Yeni mövzu buyur. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Orxanla oyunumuzu davam etdiririk. Respublikamızda ən fəal seismik hərəkətlər bu iki şəhərdə daha çox müşahidə olunur. Vaxt getdi. Şamaxı. Cavabın 50%-ni tapmışam, deyək. Şamaxının yanında İsmaillidir, Ağsudur. Aha. Şamaxı, İsmailli cavab. İsmailli. Təəssüf demirik bu dəfə. İsmailli. Şamaxı İsmailli. 250 metr hündürlüyü olan bu dağ düzənliyə bastırılmış möhtəşəm sütuna bənzəyir. Qazax rayonunda yerləşən bu nadir təbiət abidəsinin adı nədir? Göyəzən dağı. Göyəzən dağı hansı ki göylərə baş çəkir? Doğrudur. Dahi Səməd Vurğunun şeirində də var, bəli, göylərə baş çəkir Göyəzən dağı. Diqqət, dağ çölləri landşaftının daha hündürdə yerləşdiyi təbii vilayət hansıdır? Vaxt getdi. Sonuncu sualımızdır. Lənkəran vilayəti. Lənkəran təbii vilayəti və təbriklər. Təbriklər Orxan. Orxan artıq finaldasan və finalda daha inamlı, daha kamil oyun nümayiş etdirməyi arzulayıram. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. ...1865-ci ildə Siemens qardaşları Səhmdar Cəmiyyəti tərəfindən mis əritmə zavodu hansı rayonda inşa edilmişdir? Vaxt getdi. Saday Əliverdiyev. Buyur. Səhv etmirəmsə Gədəbəy. Səhv etmirsiniz. Doğrudur. Və Saday buyur. Sadayı zəfər meydanına dəvət edirik və uğurlar arzuluyoruz.
Gözəl Gədəbəydən, yəni çox gözəl rayonumuzdur, möhtəşəm rayonumuzdur. Buyur, Gədəbəyə baxaq. Bax, beləcə biz gözəl Gədəbəydən Bakıya, bura Zəfər meydanına gəlib çıxmalıyıq. Təbii 9 suala cavab verə-verə. İndi tamaşaçılar sənin haqqında yenə yaddaşlarını təzələsinlər. Əlverdiyev Saday, Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsiyəm. Çox gözəl. Buyur mövzu seçimi. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Sadayla oyunumuza başlayırıq. Xəzər dənizinin qərb sahillərində ən böyük delta hansı çayındır? Vaxt getdi. Xəzər dənizinin qərb sahilləri. Kür çayı. Kür çayı. Vaxtı saxlayırıq. Kür çayı. Alqışlar. Coğrafiyadan ikinci sualımız. Respublikamızın hansı landşaft tipi tarixən yaylaq kimi istifadə olunub? Vaxt getdi. Yəni burada artıq ərazi, hansı zona, o elə söhbət getmir. Konkret sözlərdir. Landşaft tipi. Alp. Yəni Aha. Dəqiq, buyur. Subab, Alp və çəmən. Qəbul eləyirik, qəbul eləyirik. Amma düzgün bütöv cavab belədir. Subalp və alp çəmənlikləri. Subalp. Və coğrafiya mövzusundan üçüncü sualımız. Gürcüstanda İori adlanan çay Azərbaycanda necə adlanır? Vaxt getdi. Yəni təbii bu çaylar axdıqca hər ölkə öz dilinə, öz mənşəyinə uyğun adlar qoyur. Gürcüstanda buna İori deyirlər. Kömək götürürəm. Kömək götürür. Kim kömək eləyə bilər? Auditoriyadan. Təqdim edin hər dəfə sizi. Aysel. Aysel. Qabırlı çay. Aysel xanım qabırlı deyir. Ola bilər. Ola bilər? Bəli. Düz qəbul edirik. Qəbul edirik. Bəli. Və Aysel xanıma alqışlar. Qabırlı çayı. Və bu çay bizim xəritədə də var. Var. Bəli. O da səhvə düşür. Belə. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Sada ilə oyunumuzu davam etdiririk. Azərbaycanda heyvanların əhliləşdirilməsi hansı kəşfdən sonra başlanmışdır? Vaxt getdi. Yəni, onları əhliləşdirmək çox çətin prosesdir. Onun üçün onlara çatana kimi insanlar nə edirdilər, nəyi keşf edirdilər? Yəqin ilk növbədə ovçuluq sahəsində yəqin nəsə irəliləyişlər. Ox, kaman yəqin. Ox, kaman deyirsiniz. Bəli, ox. Tamamilə doğrudur. Ox, kaman. Əvvəl deməli, ox və kaman tapılıb. Tarix və etnografiya mövzusundan ikinci sualımız. İkinci Dünya Müharibəsi illərində Azərbaycanlılardan ibarət 223-cü diviziya Yugoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə necə adlandırılmışdır? Belqrad diviziyası. Belqrad diviziyası. Vaxt getməsin. Alqışlar. Tarix və etnografiya mövzusundan üçüncü, sonuncu sualımız və bundan sonra mövzunu dəyişməliyik. Neft və qazdan gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması məqsədi ilə Ulu Öndər tərəfindən 1999-cu il 29 dekabr tarixli fərmanı ilə yaradılmış fond necə adlanır? Vaxt getdi.
Bax getsin. Neft və qazdan gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması üçün. Çox məşhur fonddur. Buyur. Dövlət neft fondu. Dövlət Neft Fondu. Alqışlar. Belə. Sadaş, biz yenidən mövzunu dəyişməliyik. Buyur, yeni mövzu seçimi. Ümumi. Ümumi mövzu ilə biz Sadayla oyunumuzu davam etdiririk. Ulu Öndər Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi 1993-cü ilin 15 iyun günü tariximizə hansı adla daxil olmuşdur? Qurtuluş günü. Qurtuluş günü. Bəli. Gözəl. Diqqət, sual. Keçmişdə zəmilərdən taxım biçilib xırmanlara toplanandan sonra taxılı sovurmaq naminə meh əstirmək üçün yel tanrısının nəğmələrlə köməyə çağırıldığı oyun hansıdır? Vaxt getdi. Yel tanrısını köməyə çağırmaq üçün oyun mərasim keçirilir. O adla çağırılır. Yel baba səhv etmirəmsə. Yel baba deyirsən və möhür Bəli. vurursan. Möhürün də vurdu. Bəli. Yel baba. Bəli. Hələ bir köməyimiz qalıb. 825 xalımız var və ümumi mövzuda sonuncu sualımız. Ümumiyyətlə, şəhərdə hansı nəqliyyatdan çox istifadə edirsən? Avtobus. Avtobusdan. Bəli. Metroya gedmirsiniz. Olur. Olur. Bəli. Hansı tərəflərə daha çox gedirsən metro ilə? Əcəmi 20 yanvar. Əzəmi 20. Gənclik. Bakının Qara Qarayev metro stansiyasında hansı musiqi səslənir? Vaxt getdi. Bir köməyim var. Bu super finalda lazım olmayacaq o kömək. Onu bilsən də istifadə eləmək lazımdır. Mən elə gəlir. Mən elə gəlib götürsəm daha yaxşı. Əgər olmamsansa Qara Qarayev metro stansiyasında, olmuşsan. Diqqət yetirməmsənsə, Kömək istəyirəm. kömək. Kim kömək eləyir? Kamal Kim Əliyev. kömək eləmək istəyir? Buyursun, özünü təqdim eləsin və Kamal Əliyev, bu 7 gözəldir. Kamal Əliyev 7 gözəl baletindən deyir. Qəbul Bəli, eləyirik. Bəli, qəbul edirəm. 7 gözəli qəbul eləyirik. Təbrik eləyirəm. Təbrik eləyirəm. Super finalda uğur. Çox sağ ol. Uğurlar arzulayırıq. Buyur. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Bəzi əfsanələrə görə Nuh Peyğəmbərin gəmisinin dağa toxunub dayandığı ərazi haradır? Vaxt getdi. Vaxt getdi və Tofiq Dadaşov. Buyur Tofiq. Mənim fikrimcə Naxçıvan. Alqışlar. Dəvət edirik Tofiq. Tofiq buyur. Və Tofiqə uğurlar arzulayırıq. İndi isə gözəl Naxçıvanı seyr edək. Naxçıvanda da təbii çox böyük quruculuq, yaradıcılıq işləri gedir. Amma bunları belə ekrandan baxmaq bir ayrı şeydir, orada olmaq, onları gəzmək, bəzi yerləri ziyarət eləmək tamam başqa bir şey. Buyur Tofiq, sən bizim ən parlaq oyunculardan biri olmuşsan və özün haqqında bir də xatırlatma. Buyur. Mən Tofiq Dadaşov, 92-ci ilə Tovuz rayonunda nazir olmuşam. Tovuz rayonunda.
Hal-hazırda Bakı Dövlət Universitetinin politologiya ixtisasında təhsil alıram. Çox gözəl. Təhsildə Fürsətdən istifadə edib buradan qrup yoldaşlarıma salam göndərmək istəyirəm. Aha, kurs yoldaşlarına salam göndərirəm Tofiq. Biz də salamlayırıq onları. Şərtlər aydındır. 5 mövzu, 9 sual, 2 kömək və super oyun. Buyurun mövzu seçimi. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Tofiq ilə oyunumuzu başlayırıq. 3-7-ci əsrlərdə Atropatena və Albaniyada iri feodallar necə adlanırdı? Vaxt getdi. Məncə Patriklər. Patrik, alqışlar. Bəli, düzdür. 643-cü il və 10 il sonra 653-cü ildə ərəblərlə Xəzərlər arasında baş verən və Xəzərlərin qalibiyyəti ilə sona çatan döyüşlər hansı idi? Vaxt getməz. Vaxt getməsin. Bələncər döyüşlər. Bələncər Birinci və ikinci bir və ikinci Bələncər. Bəli, uğur olsun. Çox gözəl, çox gözəl. Ərzincan, Sivas və Kürdistanda yaşayan Qaraqoyunlular Oğuzların hansı nəslinə mənsub idi? Vaxt getdi. Hələ iki köməyim var. Köməkdən istifadə edirəm. Köməkdən istifadə edirik. Kim köməkləyəcək? Elçi bəy. Buyur. Mənim fikrimcə bu baharlı tayfası. Baharlı tayfası deyir. Bəli. Qəbul edirik. Və alqışlar hər ikinizə. Baharlı. Və biz mövzunu dəyişməliyik. Buyur, Tofiq. Ümumi. Ümumi mövzuda biz Tofiq ilə oyunumuzu davam etdiririk. Bu cinslə damazlıq işlərinin aparılmasına, damazlıq sözü ümumiyyətlə aydındır sənə? Bəli. Gözəl. Damazlıq işlərinin aparılmasına 1946-cı ildə Azərbaycanın Ağdam şəhərində başlanmışdır. Bu, hansı faktdan söhbət gedir? Hansı cinsdən? Diqqət. Vaxt getdi. Bu cinslə damazlıq işlərinin aparılmasına 46-cı ildə Azərbaycanın Ağdam şəhərində başlanmışdır. Ağdam. Təbii Ağdam. Zona, ərazi hardadır və orada nə ola bilər? Ən məşhur nədir orada? Bir köməyin var, darıxma. Köməkdən Tələsik cavab vermə. İstifadə edirik kömək. İstifadə edir köməkdən. Kim köməkləyir? Aysel. Aysel xanım, buyurun. Aysel xanım, buyurun. Mənə gəlir o Qarabağ atları. Aysel xanım deyir ki, bu Qarabağ atları və Bəli, qəbul edirik. qəbul edirik. Alqışlar Aysel xanıma. Tamamilə doğru. Hətta İngiliz kraliçasına göndərilən hədiyyə. Yəni bilirdim fakt, təbii indi dərhal yada düşmədi. Eyb yoxdur. 1936-cı ildə Azərbaycan rəssamlıq məktəbini bitirmiş bu şəxsin soyadı əslində nə Renoir, nə də özünün dediyi kimi Kraus deyildi. Məşhur bir filmin də qəhrəmanı olan bu Azərbaycanlı kim idi? Vaxt getdi. O film qəhrəmanı yadındadır. Uzaq sahillərdə. Yox, monsieur. Monsieur Kraus. Ha. Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə. Bəli, Uzaq Sahillərdə filminin baş qəhrəmanı Mehdi Hüseynzadə. Bu rəssamlar niyə belə həyasız olurlar, monsieur Kraus? Deyir, yadında da o kadr, bəli. Diqqət, 1923-cü ildən müxtəlif adlarla nəşr olunan bu jurnal 1953-cü ildən
indiki adıyla çıxır. Müəyyən dövrlərdə Məmməd Arif, Mehdi Hüseyin və Rəsul Rızanın redaktoru olduğu və Azərbaycan Yazıçılar Birliyinin orqanı olan bu jurnal necə adlanır? Vaxt getdi. Yəni bu böyük yazıçıların redaktor olduğu jurnal, məşhur jurnaldır, romanlar, povestlər çap olunur orada. Buyur. Bu Azərbaycan jurnalı. Azərbaycan jurnalı tamamilə doğrudur. Azərbaycan. Belə 325 xalımız var, artıq köməyimiz yoxdur Tofiq və mövzu dəyişirik. Buyur. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Tofiq ilə oyunumuzu davam etdiririk. Gələ-gələ nəsə danışırdı cümləsində gələ-gələ morfoloji baxımdan nə sayılmalıdır? Vaxt getdi. Gələ-gələ nəsə danışırdı. Bu cümlədə hansı funksiyanı daşıyır? Yəni Gələ-gələ ayrı-ayrılıqda feili bağlama kimi götürülür. gələ-gələ sözü Feili bağlama. feili bağlama. Alqışlar. Alqışlar. Feili bağlama. Çox gözəl. Dil və ədəbiyyat mövzusundan ikinci sualımız. Osmanlı, Rusiya və İran hökumət başçılarına məktublar göndərərək ilk dəfə Latın qrafikalı əlifbaya keçməyi təklif edən Azərbaycanlı mütəfəkkir kimdir? Vaxt getdi. Yəni, Latın əlifbasına keçmək üstündə ən çox çaba göstərən, ən çox yazılar yazan, müraciətlər edən ədib, mütəfəkkir. Latın qrafik əlifbaya keçmək üçün iki dənə böyük şəxsiyyətimiz var idi. Yəni, keçmək istəyirdi. Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadə. Beləliklə, İkisini seçim eləyərkən Mirzə Fətəli Axundzadə. alqışlar, Mirzə Fətəli Axundov. Tamamilə doğrudur. Çox gözəl Tofiq. Biz artıq gəlib Astanaya çatmışıq. Super oyunun bir addımlığını deyir, diqqətini toplayırsan. 1948-ci ildə Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış 4 sətir və 21 işarədən ibarət qısa mətinli yazı hansı əlifbaya aiddir? Alban əlifbasına. Vaxt getsin deyir. Alqışlar, alqışlar, alqışlar və Tofiqi təbrik edirik. Tofiq artıq finaldadır və finalda daha böyük uğurlar arzulayırıq. Buyur Tofiq. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Ölkəmizdə kimya sənayesinin əsas mərkəzi hansı şəhərdir? Vaxt getdi. Samir Mahmudov. Səhv eləmirəmsə Sumqayıt. Tamamilə doğrudur. Buyur Sumqayıt. Biz Samiri dəvət edirik Zəfər meydanına və uğurlar arzulayırıq. Samir, yolumuz Sumqayıtdandır. Yolun yaxınlığına allanma. 9 sual çətin olacaq. Baxırıq Sumqayıtda nələr baş verir. Samir, şərtlər aydındır. 5 mövzu, 9 sual və 2 kömək. Təbii bir də super oyun inşallah. Mövzu seçimi, buyur. Coğrafiya.
coğrafya mövzusu. Samirlə biz coğrafya mövzusu ilə oyunumuza başlayırıq. 1955-ci ildə inşa olunmuş və uzunluğu 182 kilometr olan bu kanal Azərbaycanın ən böyük kanalıdır. Bu hansı kanaldır? Samir, vaxt getdi. Buyur. Bir variantım var. Samur Abşeron kanalı. Samur Abşeron. Tamamilə doğrudur. 182 kilometr. Diqqət. İkinci sual. Ceyrançöl düzü Respublikamızın kənd təsərrüfatında əsasən hansı məqsədlə istifadə olunur? Vaxt getdi. Ceyrançöl düzü kənd təsərrüfatına aiddir. Kənd təsərrüfatında əsasən hansı məqsədlə istifadə olunur? Yenə bir variantım var. Səhv eləmirəmsə maldarlıq, malın otarılması sahəsində. Otlaq Otlaq, kimi, amma nə otlağı? Yəni qış otlağı. qış otlağı kimi. Alqışlar. Qış otlaqları. Qış otlaqları kimi, bəli. Coğrafiya mövzusundan üçüncü sualımız. Azərbaycan Respublikasını tarixi Azərbaycan torpaqlarından ayıran çaylar hansıdır? Vaxt getdi. Yəni, Azərbaycanın coğrafiyasını baxsan, hansı çaylar sərhəd yaradır? Və Azərbaycanın tarixi torpaqlarından ayırır. Səhv eləmirəmsə Araz və Astaraçay. Samur. Araz, Astaraçay və Samur. Samur. Alqışlar. Belə, biz mövzunu dəyişməliyik. Samir, buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Samirlə oyunumuzu davam etdiririk. Torpaq qala, Gavur qala, Cavanşir, Çarabkert, Çıraq qala qalaları, Dərbənd, Şirvan, Samur sədləri hansı Azərbaycan dövlətinin mədəniyyət nümunəsidir? Vaxt getdi. Ən qədim Azərbaycan dövləti, dövlətlərindən biri. Albaniya dövləti, Cavanşir. Cavanşir nə deyirsiniz məşhurda? Albaniya deyirsiniz. Albaniya. Alqışlar. Albaniya. 250 xalımız var. 2 kömək ehtiyatdadır. Tarix etnografiya mövzusundan ikinci sualımız. 60 ilə yaxın Abbasilərə qarşı mübarizəyə yönəlmiş bu hərəkatın adının mənası qədim Pəhləvi dilində əbədi od, əbədi günəş deməkdir. Vaxt getməz. Vaxt getməsin. Xürrəmilər hərəkatı. Xürrəmilər hərəkatı. Alqışlar. Və tarix etnografiya mövzusunda üçüncü sonuncu sualımız. Uzun illər SSR-də, yəni müstəqillikdən əvvəlki dövr, SSR-də pilotluq kosmik uçuşlara rəhbərlik edən dövlət komissiyasının sədri olmuş Azərbaycanlı general kimdir? Vaxt getdi. Getməsin. Getməsin. Kərim Kərimov. Alqışlar. Kərim Kərimov. Tamamilə doğrudur. Belə. Və mövzunu dəyişməliyik. Ümumi. Ümumi mövzuda biz Samirlə oyunumuzu davam etdiririk.
1998-ci ildə yeniyetmə şahmatçıların dünya çempionatında çempion olan, 2002-ci ilin sentyabrında isə Əsrin Görüşü adlı yarışmada dünya şöhrətli Anatoli Karpovu məğlub etmiş şahmatçımız kimdir? Vaxt getməsin. Vaxt getməsin. Azərbaycanın iki məşhur şahmatçısı var, belə deyək. Teymur Rəcəbov və Şəhriyar Məmmədiyarov. Teymur Rəcəbov demək istəyirəm. Yeniyetməyə, belə deyək, həmin zaman o yeniyetmə idi. Şəhriyar ondan balacadır yaşda. Və indi istedadlı şahmatçılarımız çoxalıb, artıq... Həmin dövrdə. Bəli. Teymur Rəcəbli, tamamilə doğrudur. İndi Vüqar Haşimov da var, Eltaj da var, qızlarımız da çox gözəl döyüşürlər şahmat taxtasında və hamısına uğurlar arzuluyuruq. Diqqət! Osmanlı səyyahı Övliya Çələbi və Alman səyyahı Adam Aliyariyə görə Dədə Qorqudun qəbri hardadır? Vaxt getdi. Şimen var. İstəsən istifadə edə bilərsən. Çox çətindirsə. Böyle şey. Kömək götürmək istəyir. Kömək götürürük. Kim kömək eləyir? Aha. Buyurun. Gəl, özünü təqdim elə. Talih, mənim fikrimcə bu Dərbənd şəhəridir. Talih. Talihin fikrincə Dərbənddə. Düz deyir. Və Talih'i alqışlayırıq. Talih də bizim ən yaxşı oyuncularımızdan biridir. Bizim oyunda çox gözəl iştirak eləyib. Bəli, Dərbənddə. Atı idarə etmək üçün gəm və qayış hissədən ibarət olan ləvazimat necə adlanır? Vaxt getdi. Atı idarə etmək üçün gəm və qayış hissədən ibarət olan ləvazimat necə adlanır? Bəzi zonalarda qantırğa işlənsə də, amma ədəbiyyatda yüyən. Yüyən, atın yüyəni, bəli, tamamilə doğrudur. Və belə, və üçüncü sualı da qəhrəmancasına dəf etdik. Və təbriklər. Təbriklər və artıq daha bir finalçımız var və super finalda uğurlar arzuluyuruq. Sizlərlə biz gəlib yarışın artıq bu həddinə gəlib çıxdıq. Super finalın astanasındayıq. Sizlərə bir də ikinci güc, ikinci nəfəs vermək üçün Respublikamızın əməkdar artisti, sevimli müğənnimiz Eyyub Yaqubov buradadır. Qarşılayın. Şişəyin seyirli bir nəğmədir, sabahımın taleyi daha öz əlimdədir. Adım dastana dönüb, dünyanın dilindədir, başım mənim, canım mənim. Adım dastana dönüb, dünyanın dilindədir, başım mənim, canım mənim. Başım mənim, canım mənim. Başım keçəcək, körpülərin qalacaq. Onlar ümid körpüsü, onlar Xudafərindir. Canım mənim, başım mənim.
sizlərlə biz super final mərhələsinə keçirik. Beləliklə, super oyun. Finalçılarımız, diqqət, Saday Əlverdiyev, Orxan Baxşıyev, Tofiq Dadaşov və Samir Mahmudov. Finalçılarımıza uğurlar. İndi isə diqqət, o, Azərbaycanda Şekspir obrazlarının ən yaxşı ifaçısı sayılır. Azərbaycan teatr sənətinin parlaq simalarındandır. Sonuncu dəfə səhnəyə Maqbet rolu ilə 1937-ci ildə soyuq dekabr axşamında çıxıb. Həmin gecə repressiya olunub və qısa müddətdən sonra güllələnib. Onun həyat yoldaşı, məşhur aktrisa Mərziyə Davudova, qızı Firəngiz Şərifovadır. Gedərkən iki kəlmə, mən getdim, söyləyən böyük sənətkarımız kimdir? Vaxt getdi. Vaxt getdi və Orxan hamıdan cəld tərpəndi. Orxan Baxşıyev. Bir dənə versiyam var, Abbas Mirzə Şərifzadə. Orxanın bir versiyası var, Abbas Mirzə Şərifzadə. Ümumiyyətlə deyim ki, o dövrdə kimə ki NKVD-dən, KGB-dən gəlib deyirmişlər ki, səni çağırırlar, onlar 90% mən getdim. Hiss eləyirmiş ki, artıq qayıtmayacaq. Ona görə mən getdim deyirmiş. Bu kəlmə o vaxt üçün çox məşhur idi. Və digər oyunculara üst tuturam. Orxan Abbas Mirzə Şərifzadə versiyasını səsləndirdi. Sizlərin başqa versiyası var, yoxsa yox? Saday? Sadayda versiya yoxdur. Tofiq? Samir? Heç bir versiya yoxdur, heç bir variant yoxdur. Və mən də əlavə edeyim ki, bu aktyorun şəkli İngiltərə Kral Muzeyində Hamlet rolunun ən yaxşı ifaçıları arasında onun şəkli lövhədə asılıb. O kimdir? Baxırıq ekrana. Orxan Şərifzadə dedi. Əgər cavab düz olmasa, biz təbii yeni sual verəcəyik, yeni bir şans verəcəyik hər kəsə. İndi isə diqqət ekrana. Bəli, bu dahi Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadə və Orxanı dəvət edirik. Orxan, buyur. Orxanı biz dəvət edirik Zəfər meydanına və İkiqat çempionluğu ilə təbrik edirik və daha böyük uğurlar arzuluyuruq. Və mən deyirəm, sizin hər biriniz intellektualsınız, hər biriniz çox gözəl bilgi sahiblərisiniz. Sadəcə sona qədər inadkar və zirək oldu Orxan və Orxana, sizə də, Orxana da uğurlar arzuluyuram və təbii bu möhtəşəm oyundan sonra Orxanı təltif etmək üçün bizim hörmətli qonağımız gəlib, öz səsi ilə bütün Türk dünyasını, Azərbaycanı ayağa qaldıra biləcək. Azərin xanım təltif eləyəcək. Azərin xanım alqışlarla dəvət edirik. Burada iştirak edən bütün gənclərimizə uğurlar arzulayıram. Bu təbii ki, böyük bir stimuldur. Mən nə demək istəyirəm? Bu qalibiyyət önəmlidir. Ən önəmlisi, bu verilişin adına bağlı olan mən Azərbaycanlıyam deyəndə nə demək istəyirik biz? Azərbaycanlı olmaq bayrağı sevməkdir. Azərbaycanlı olmaq himnini bilməkdir. Azərbaycanlı olmaq Allahın bizə olan əmanəti olan vətəni sevmək. Vətən sevmək də nədir? İmandan gələn. Vətən sevmək nədir? Elmə yiyələnmək, burada sizin kimi. Hüququ bilmək, təkcə öz hüququnu deyil, yanında olanın hüququnu da qorumaq deməkdir. Bax, bütün bunlar öz işinlə, peşənlə Azərbaycana xidmət eləmək, Azərbaycanlı olmaq deməkdir. Ona görə mən sizi də təbrik edirəm Orxan, uğur arzulayıram sizə.
Burada əyləşən bütün gənclərimizə də bundan sonraki yolunuzda sizə uğurlar arzulayıram. Azərbaycan Dövlət Televiziyasına və Gənclər İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm ki, sizlər üçün belə gözəl şəraiti yaradıblar. Təşəkkür edirəm. Çox sağ olun Nazirə xanım. Alqışlarınız. Qalib kimi yəqin ki, Orxanın da ürək sözləri var. Əgər varsa buyur. Qalib olmaq yaxşı şeydir, amma 2 qat qalib olmaq əsl yaxşı hissdir. Düzdür, çox şey bilməsəydi Azərbaycan haqqında hər halda bu qalibiyyətimə görə fəxrlə deyə bilərəm ki, mən Azərbaycanlıyam. Sağ ol. Sağ ol Orxan. Və bir də təbrik eləyirik və alqışlarla Orxanı yola saldırır. Bütün gənclərimizi mən azərbaycanlıyam.az saytına daxil olsunlar və bu oyunun iştirakçıları olsunlar deyirəm və beləcə bu gənclərimiz kimi Azərbaycanı tanıtsınlar. Tanıyanda daha yaxşı tanıdacaqsınız ölkəni. Sevin bu torpağı, bu mübarək torpağı, bu müqəddəs torpağı. Yaşasın Azərbaycan gəncliyi, Azərbaycan torpağı, Azərbaycan xalqı. Sağ olun.